Salam, hər vaxtınız xeyir. Din dərs toplusundan sabit cərəyan qanunlarına aid 6 nömrəli sualın izahına baxaq. Birləşmələrdə eyni istilik miqdarı ayrılan zaman fasilələr arasındakı doğru münasibəti müəyyən edin. Birləşmələrin uclarındakı gərginliklər eynidir. Gəlin ilk olaraq məsələnin şərtinə baxaq görək bizə nə verilibdir və hansı düsturdan istifadə edə bilərik. Deməli, bizə bir istilik miqdarı verilibdir, Q-nu veribdir, bərabərdir. Bir gərginlik sözü var, gərginliklər eynidir. Şəkildə rezistorlar göstərilibdir, yəni müqavimətlər var, bir də zaman deyibdir. Bu zaman biz Q-nün, Q bərabərdir, U kvadratı bölünsün, R ümumi vurulsun T düsturundan istifadə edə bilərik. Buradan bizdən T-ni istəyir. Buradan biz T-ni tapsaq, o zaman T bərabərdir. R ümumi vurulacaq Q-yə olacaq. Q vurulsun R ümumi bölünsün U-nun kvadratına. İndi baxaq görək bizdə nə deyirdi. Deyir ki, eyni istilik miqdarıdır. Yəni, hər ikisi üçün də istilik miqdarı eynidir. Deməli, istilik miqdarı hər ikisi üçün sabitdir. Həmçinin burada mötərizənin siyasətində deyir ki, gərginliklər eynidir. Yenə hər ikisi üçün gərginliklər eynidir. Əgər istilik miqdarı da, gərginlik də eynidirsə, bu zaman T sadəcə müqavimətdən asılı olacaqdır və gördüyünüz kimi düz mütənasib asılıdır. O zaman biz buna əsasən zamanı bu şəkildə tapa bilərik. T1 bölünsün T2 bərabərdir R1 bölünsün R2. O da bərabərdir. İndi gəlin R1-i tapaq. Buradan başqa rənglə yazaq, daha rahat görünsün. R1 bərabərdir. Buradan ikisi ardıcıl birləşdirilibdir və eyni müqavimətli rezistorlardır. Bu zaman biz ümumi müqaviməti tapanda bunları toplayarıq. Bu ayağında bir yazdım. Bunu silək. Olacaq. R üzərinə gəlməsin R. O da bərabərdir. Eləyəcək 2R. Deməli, R1-i tapdıq 2R-dir. İndi gəlin ikinciyə baxaq. Buradan biz R2-ni tapsaq. R2 bərabərdir. Bu isə bir-birinə paralel birləşdirilmiş eyni müqavimətli rezistorlardır. Eyni müqavimətli paralel rezistorlarda ümumi müqaviməti tapanda bu müqavimətlərdən birini götürürük və bunların sayına bölürük. Burada da 2 dənə olduğunu böləcəyik 2. R2-ni də tapdıq. İndi gətirək bu qiymətləri burada yerinə yazsaq. Deməli, R1-imiz oldu 2R, R2-miz oldu R bölünsün 2. Buradan R-lər ixtisar gedəcək. 2 qalxacaq yuxarı, eləyəcək 4-ə. Buradan da tərəf-tərəfə vuranda eləyəcək T1 bərabərdir 4, T2. Cavab olur bu. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm sizin üçün başa düşülən olar. Hələlik.